O da itkin düşdü, Allah rəhmət eləsin. Sağlıqsa Allah qapısını açsın. Yox, ölübsə Allah rəhmət eləsin. Azərbaycanın yiğit mərd oğlanlarından biri. Nəysə, o bizim çox yaralı yerimizdir. Ham ibadəti çox istəyir. Popda ibadət elə bir adamdır ki, yəni mən bilirəm ki, nə atası, nə anası, nə qardaşları, nə əmisi, nə dayısı bizim ibadəti tanıdığımız kimi tanıya bilməz. İbadət popda ham adamı çox istəyirdi. Çox güləri, çox elə bir ki, zarafatçıl bir adamıdır. Hamı çox istəyirdi, amma erməni ilə döyüşə girəndə həmən ibadətdən əsər alamət qalmırdı. Sanki elə bir ki, sifət də dəyişirdi. Həmişə Sarban deyir ki, ibadət biraz sakitdə ibadət, çox agresiv olursa. Deyirdi, bunların qanun içmək lazımdır. Bunlar bizim torpağımızı alır, bunlar torpağını qırır. Neyse, ta heç hamımız qırılsaqla gedəcəyik ibadətində Allah, Xadrov Samir. Gecə o vaxtda hamı yığılmışdı ki, nə qədər pul deyirlər verirdik. Neçə aylıq maaşımız olsa, o vaxtda bizə yaxşı pul verirdilər. Döyüş şəraiti deyil. Yəni, hamı demişdi ki, bütün pol ərazisi demişdi ki, neçə aylıq olsa, nə qədər istəsələr, hamımız maaşımızı yığıb verilir. İbadət almaqdan ötəri. Bizim də komandir demişdi ki, nə qədər pul deyirsiniz? Demişlər 1 milyon pul istəyirik. Bir də erməni. Demişlər verilir. Sonra qaz elədilər, yox, bizdə yox. İndi bilmədik, ölmüşdü, ona görə vermədilər. Nə tər oldu bilmədim. Sağ olsaydı, yəni verməzdilər o bilər. Yəni verməzdilər, sağ qalsa ibadəti verməzdilər. 10 milyon versəmdir da ibadət. Yəni onlara bir elə zərər vurmuşsa onlardan biri də ibadətidir. Onu da fikirləşirəm mən. Nəcəf o ibadət, o da itkin düşdü, Allah rəhmət eləsin.